Salam Melek. Mələkə. Qaqam, insan nədən yaranır heç onu bilirsən? Hə, bilirəm. Dədəsi ilə anasından yaranır insan. Sən kimlə yaranmısan? Və birinci insan kim yaranır? Birinci insan diye bir şey yoktu. Homo sapiens var, Homo habilis var, Homo deus var vesaire. Sen madde görüm, sence birinci insan kimdi? Dinozavr dövründə. Başım bırak dinozavurun. Sen neyse Permiye'nin sonun 65 milyon il evvel. Sen madde görüm ilk insan kimdi sana göre? Ha, hara gittin? Hele Adem'e gideceğiz. Röşen buyur, hoş gelmişsin. Hoş gün olsun ayrı. Bir sual vermək istəyirəm. Buyur. Cənnətlə cəhənnəmə həqiqətən olacağına inansa. Yok, inanmıram dostum. Yəni bu sən desə qardaşım, nə adətən inanmırsan da yəni. Adeten ona göre inanmıram ki dostum, senin inandığın cennet cehennem kitabı, o kitaptaki yazılır ha Kur'an-ı Kerim'de. Oxumusan Kur'an-ı Kerim'i, xəbərin var Kur'an-ı Kerim'den? Yox, mən Sübhanallah ki müsəlmanam. Yox, Sübhanallah kimi müsəlman olanmırsan, gözünün içine hətta xüttəyə qədər yalan deyirsən axı sən. Denən niyə? Niyə? Namaz qılırsan sən? Xeyr. Namaz qılmırsan. Oruç tutursan sən? Hə, tuturam olur. Nə, ildə bir dəfə, yoxsa 3 gün, 5 gün? Yox, ildə bir dəfə tuturam. Ha. Aynen, bir ayın axırına. Kəlmə-i şəhadəti bilirsən sən Rövşən, Sübhanallah. Biləm abi. Oxu bir də bir şeylər yeyəmə, mərifətin qanacağın olsun. Ye danışmırlar. Sahibsən. İçmə. Mikrofondan uzaq tut. Bir də görüm kəlmə-i şəhadəti. Niyə qaçdın getdin? Kəlmə-i şəhadəti bilmirsən, Sübhanallah müsəlmansan, eləmi? Bu təzə temadır bu da. Təzə müsəlman olmaq tərzidir bu. Aga Allahın yoxduğunu deyəsən ya Allah yox. Bəli. İzah eləyə bilərsən. Hə, qaqaş, Allahın varlığına dair heç bir dəlil yoxdur. Səncə var? Aga sübut elə dana göstər. Nəyi göstərim? Deyəsən yoxdur. Quran-ı Kərim onda niyə var aga? Quran-ı Kərim oxumusan sən, ayqa? Aga Allah sağ axır şuur ver belə. Ayqa, səbirli ol, həcanlanma. Gör nə deyirəm, oxumusan Quran-ı Kərim? İndi azdan çoxdan biləm. Azdan çoxdan yox, Quran-ı Kərim oxumusan, oxumamsan. Nə azdan çoxdan? Tam yox aga. Tam yox. Mən də səndən soruşam da. İlk oxuduğun ayət hansı idi? Ayqa, səndən söz soruşam. Ay qaqaş, həcanlanma, sakin ol. Biz düşmən deyilik, düzdür? Sakin. Bildim ayqa. Ha, Düşmənlikdən getməyi sual verin. Bildim də, səbirlə sor. Gör nə deyirəm? Sən Quran-ı Kərim oxumamsan axı, sən Qurandan xəbərin var. Nə təşkil? Oxumusan Quran? Tam yox qaqa, amma Onda tam oxumadığın Qurandan sən sual verirəm və bununla da bitirəm. Oğulluğun arvadını alarsan. nə aqa? Eşitdim. Oğulluğun arvadını alarsan. O nə deməkdir qaqa? O deməkdir ki, mən deyim indi sabahlarım oğulluğum var mənim, uşaq evindən götürüb böyütmüşdüm. Hə. O boşanıbdı. Gəlinimi boşayıbdı da. Başa düşdü ki, bu gəlini özüm arvad edəcəm. Aha. Var bir etirazın. Yox. Maraq cəmaət deyir ki, sən narahat adamsan. Yaxşı deyil sənin üçün. Amma qərən bir fikir var, amma mən sağ sual verim ki, izah elə. Yox, sən mənə fikrini denən, hələ deməmsən. Deyirəm ki, mən oğulluğumun arvadını alsam, mənə pis baxarsan, yaxşı baxarsan. Hər an bir düşüncəsi var aqa. Ay ki, sən hər an düşüncəsi var, namusun, qiriyyətin yoxdur sən. Var qaqa. Ay sol, indi qiriyyətinlə cavab ver. Pis baxarsan. 100%. 100%. Kişi kimi. Həqiqə, hərdən. Hə, dəvə, indi gözlə. Gözlə sən bir dənə ayət göstərdim, gör pis baxırsan, yoxsa yaxşı baxırsan. Göstər aqa. Gələ. Bir bax pis. Gözləyirəm ki, eyni həssasiyyətlə buna da pis baxasan. Oxu görüm. Gözlə gör. Hə. Oxu. Bu Quran ayəsidir. Hə, Quran ayəsidir. Oxu pis bax. Yüksək səslə oxu da mı eşitsin? Eşitirəm, gözləyirəm. Ən azından sənin fikrini öyrəndim ayda. Gecən xeyri qalsın, sağ ol. Ay qaqaş, ayəti oxara qaçsan. Da, qaçdı getdi. Niyə qaçdın ki sən? Ayıb deyilmi ayqa? De, baxaydın da pis. Baxamadın eləmi? Salam Meleki. Mələkə. Buyur, səni dinləyirəm. Necəsən qardaş? Yaxşıyam qardaş, sən necəsən? Mən sizə bir sualım var, o sualı cavablandırarsınız. Əlbəttə, həsrətlə gözləyirəm ki, kimsə gəlsin sual versin.
Mən deyirəm ki, sən zinadan əmələ gəlmisən. Xəbərin var. Kəbin olmadığına görə Yox, elə sən zinadan əmələ gəlmisən. Ona görə Allahı pisləyirsən. anavın, bacımın, arvadımın qriyyətin zinadan əmələ gələnlər qoruyur kişi. Cız. Asim buyur, xoş gəlmisən. Salam aleyküm. Mələküm. Dostum, mikrofon niyə xo verir? Bildim, kodunu aldıq. Hə, buyur. Sizin indi fikrinizcə Allah yoxdur da, eləmi? Bəli. Səncə var? Məncə, mən neytralam da, yəni bilinmir. Müsəlmansan sən? Xeyr, Hə, hələ bilmirsən. Araşdırırsan. Onda aşağıdan dinlə dostum, araşdırıb bir qərar verəndə söhbət eləyə bilərik. bir dənə sizə indi suallarım var da, yəni sizdən öyrənmək istəyirəm. Görürəm baş çıxan insansınız. Buyur. Hə, əgər Allah yoxdursa, onda obyektiv hamı üçün keçərli ədalət var. Yox, yoxdur. Hə, necə yoxdur? Yəni bunu Ona görə yoxdur ki, əzizim, sənin əxlaq və ədalət, mərhəmət kimi anlayışlar obyektiv deyildir, intersubyektivdir. Toplum yaşadığın topluma görədir. Məsəl üçün Afrikada bir qəbilə var, onlar çılpaq gəzirlər. Sən çılpaq gəzə bilməzsən Azərbaycanda. Hər kəs səni cırıq-cırıq edir. Məsəl. mentalitetdən asılıdır. Bəli, toplumun əxlaqi dəyərləri hər topluma görə özünə məxsusdur. Hə, oldu. Onda insan sadəcə təsadüfi yaranırsa, onun həyatı nə ilə dəyərləndirilir? Ona görə dəyərləndirilir ki, əzizim, təsadüfi yaranma məsələsi deyil. Bu valideynlərin də səni sifarişlə gətirməyiblər bu dünyaya. Yəni səndən soruşub, səndən məsləhət alıb gətirməyiblər bu dünyaya. Sən dünyaya gəldikdən sonra yavaş-yavaş zehnin inkişaf eləməyə başladıqca özün mənanı da, məqsədi də, motivasiyanı da özün yükləməlisən, öz həyatı var. Çünki hər kəsin həyatda qalmaq üçün və yaşamaq üçün kifayət qədər fərqli səbəblər ola bilər. Bəli. Onda hər şeyin səbəbi olur, yoxsa? Hər şeyin səbəbi olmur, yox. Hə, çox sağ olun. Sən də sağ ol.